Bu şekli hatırlayırsan, bu pehlivandı, bu da adı çekilen Ruslandı. Ruslan 2 noyabr 1984-cü ildə doğulub. Əgər siz dediyiniz kimi 98'də toy olsa bunun 13-14 yaşı olur, hə? Soruşdum ki, Ruslan, toyun haçan oldu? Hə. Ruslan mənə anlattı ki, 97'də olub. Amma mən Türkiye'den Abdullah Öcalan tutulan il bugün yadıma düşdü mənə. 1999. 99 Şubat ayının 15'i. Məni alladan Ruslan olur. Ruslan deyir ki, Murad'ı samolyotla gətirmiş. O birisi bacısı deyir ki, 2 dənə maşınımız gələndə 27.04'ün garajından 2 dənə ev beşi gətirmişik. Bəli, Orada Teymurla gəlib. bəli. Biri də deyir ki, əsil içində Özbekistandan olan gətirmiş. oğru o Səfura. Aha. Murad İmişli rayonuna yaxın bir kənddən götürdük. Sonra qayıtdın, getdin Qazaxstana. Orada işləyirdi qohumun Zavur. Bəli. Hansı ki rəhmətə gedibdi. Düzdürmü? Bəli. Gedəndə artıq sən Murad üçün getmişdin. Sadəcə Zavur bəhanə idi. Bəli. Düzdürmü? Bəli. Getdin ora, Ruslanla görüşdün. Bəli. Murad haqqında heç nə demədin. Nə Muradla qədər bağlı. Muraddan söz saldım, o söhbəti dedi bağla. Yəni sən Murad kimdir, nəçidir onu soruşur. Yox, dedim ki, Murad, Ruslan, Murad hardadır? Bir görüşərdi, eləyərdi onunla. Yadındadır, belə dalaşdınız, anan səni belə vurdu. Deməli ona qədər hələ sən bilmirdin ki, Murad türmədədir, həbsxanadadır. Bilirdim. Bilirdin. Aha. Sonra sənə niyə 2000 dollar verdi? Hə. Mənə pul verməyib. Verməyib, eləmi? Vallahi billahi deyirəm. Safura dedi ki, Muradı İmişliyə yaxın bir dənə yerdən götdük. Safura. Və onu gətirdi İmişliyə. Sonra İmişlidə 9 ay onu Elmira adlı bir qadına verdi, o saxladı. Elnurə. Sonra orada Şükür adlı bir taksi şoförü var. Onun çoxlu xırda o yaşda uşaqları vardı. Aha. Gözü görməyən taksi. Gözünün biri deməli ya yaralıdır, ya kördür. Bu taksi şoförünün uşaqlarının metrikası ilə Aha. səhv eləmirəmsə sona ilə bir yerdə Şükür Uşaq. samolyotla aparır maşını. Səxavət kişinin fikirlərindəki təzadları deyirəm. Birinci deyir ki, mənim 91-ci ildə qardaşlarımla Azərbaycana gedişimin səbəbi Qarabağ idi. Amma Qarabağa getməyim. Sonra deyir ki, yaşamağa getdik. Sənin vəziyyətin orada yaxşı. Hər şey əla. Sən niyə Azərbaycana yaşamağa gəlmirsən ki? Orada Qarabağ demirsən, Qarabağa getməmsən. Yaşamaq idi ki, bu hamı bilir ki, həmən ərəfələr nə qədər çətin dönəmləri yaşayırdı ölkə. Deməli, yalandı. Uşaq qaçırılmadan öncə, günlər öncə, deməli, Mobilin atasının evində gəlin olan Tatar qızı sizi ürəyinizdən vuracam deyib o evi tərk edib. Səxavət kişi deyir ki, uşaq polis idarəsinə bir qadın tərəfindən atılır. O qadın mən xalasıyam deyibdi. Mobil Tatar qadın Azərbaycanca necə danışırdı? Böyle de pis danışmırdı. Əla danışırmış. Deməli, Teymur dedi ki, uşağı həyətdən, qapının ağzından mən götürmüşəm. Yox, içmişdi, tam içdi bu. Sonra dedi ki, Muradı mən bilirəm, Murad hardan gəlib. Muradı mən götürmüşəm qucağıma. Mən götürmüşəm qucağıma. Mən götürmüşəm Muradı, gətirmişəm. Birdən sözün dəyişdi. Dedi ki, sonra biraz aradan keçdi ki, biraz bunun üstə getməyək də şübhələnməsin. Sonra qayıtdı ki, gəldim, gördüm Murad reşotkanın içindədir, polis idarəsində. Oradan daim deyir ki, sona, mən də xalamla göyə getmişəm orada, həmən o Teymur. Sonra sən yetimlər anasısan, götür bu uşağı da saxla.